Salam uşaqlar, axşamınız xeyirli olsun. Deməli uşaqlar bilirsiniz ki, bazar günü, yəni 23 noyabr Güvən nəşriyyatı yeni bir sınaq imtahanı keçirəcək. Deməli qrup fənləri üzrə. Deməli şagirdlər, mən sizə keçən ilin Güvən nəşriyyatının keçirtdiyi sınaq imtahanında istifadə olunmuş fizika suallarının izahını verəcəm. Bunu dəstək məqsədi ilə çəkirəm. Məsləhət görürəm ki, sınağın izahına baxın, elə imtahana girin. İnşallah ki, bir faydası olar. Belə elə şagirdlər vaxt itirmədən keçən sualların izahına. Deməli bizə nə deyir? Birinci sualda dənə fizikanı tapaq, deməli. Aha. Deməli uşaqlar, belədir birinci sual. Deməli bu dördüncü qrupundur deyəsən. Sonda birinci qrupların situasiya suallarını izah edərəm inşallah. Deməli uşaqlar, birinci sual belədir. Durğun suya nəzərən sürəti 12 metr/saniyə olan motorlu qayıq çayın axınının əksi istiqamətində bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti 2 metr/saniyə olarsa, qayıq 5 saniyə ərzində nə qədər yol gedər? Deməli uşaqlar, gördüyümüz kimi burada bizə qayığın sürətini verib ki 12 metr/saniyədir və çayın sürətini verib, bu 2 metr/saniyədir və bizdən 5 saniyə ərzində qayığın nə qədər yol getdiyini soruşur. Deməli uşaqlar, ümumi düsturumuz bərabər sürətli hərəkətdə gedilən yol düsturumuz V vurulsun T-dir uşaqlar. Buradakı V-yə biz yekun sürət kimi baxacağıq və fikir verirsinizsə deyir ki, qayıq çayın axınının əksi istiqamətində üzür. Onda biz artıq burada yekun sürəti tapsaq, necə olacaq? Qayıqla çay əks istiqamətdə hərəkət elədiyi üçün V qayıq minus V çay şəklində yazacağıq. Buradan deməli qayığın sürəti 12 metr/saniyə, çayın sürəti 2 metr/saniyə, deməli yekun sürətimiz 10 metr/saniyədir. Gətirib ifadədə yerinə yazsaq, 10 vurulsun, zaman da 5, deməli bu motorlu qayıq 5 saniyədə 50 metr yol gedəcəkdir. Doğru cavabımız C variantı. 62 nömrəli sualda isə deyir ki, cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilib, İlk 8 saniyə ərzində bu cismin getdiyi yolu hesablayın. Deməli uşaqlar, biz demişik ki, sürətin zamandan asılılıq qrafikində qrafikin altında qalan fiqurun sahəsi bizə nəyi verirdi? Yolu verirdi. Onda buradan biz yolu tapa bilərik. Gördüyümüz kimi bu qrafikin altında qalan sahə nəyin sahəsidir? Üçbucağın sahəsidir. Üçbucağın sahəsi necə tapılır? Katetlərin hasilinin yarısı. Yəni bu üçbucağın bir kateti 20'dir, digər kateti 8'dir, bölürük 2'yə, buradan alınır 80 metr. Bu suala baxıram ki, ümumiyyətlə 160 metr yazılan cavablar olur. Uşaqlar, biz burada 20'ni 8'ə vurub 160 yaza bilmərik. Çünki sizin S bərabərdir. Məsələn, bilirəm ki, S bərabərdir VT düsturuna görə hesablama aparırsınız. Amma uşaqlar, biz hal-hazırda bu məsələdə VT-yə görə hesablama apara bilmərik. Çünki bu S bərabərdir VT düsturu düz xətli bərabər sürətli hərəkət üçün keçərlidir. Ona görə bu düsturdan istifadə edə bilmərik. Onun üçün ümumi olaraq yadınızda saxlayın ki, sürətin zamandan asılılıq qrafikində qrafikin altında qalan fiqurun sahəsi bizə gedilən yolu verəcəkdir. 63 nömrəli sualda deyir ki, sükunət vəziyyətindən 2 metr/saniyə kvadratı təcillə düz xətli bərabər təcilli hərəkətə başlayan cismin 3-cü saniyədə getdiyi yolu hesablayın. Deməli uşaqlar, fikir verirsinizsə, burada sükunət vəziyyətindən deyir. Sükunət vəziyyətindən deyilənə görə bizim başlanğıc sürətimiz 0-a bərabərdir. Təcilin qiyməti 2 metr/saniyə kvadratıdır. Bizə deyir ki, uşaqlar, 3-cü saniyədə gedilən yolu soruşur. Fikir verirsinizmi? 3-cü saniyə deyir. 3 saniyə desə, bunu hər zaman T ilə göstərir. Yəni, məsələn, burada 3 saniyə desəydi, T bərabərdir, 3 saniyə yazardınız. Amma sizə 3-cü saniyə, 5-ci saniyə, 1-ci saniyə fərqi yoxdur. Yəni, bu n-ci sözünü görürsünüzsə, n-ci saniyəni görürsünüzsə, avtomatik bunu n ilə göstərin. Deməli, n bərabərdir 3 yazaq.
və bizdən gedilən yolu soruşur. Bunu nəyə görə deyirəm? Çünki siz bunu n-ci saniyə deyəndə n ilə göstərsəz, sizin ağlınıza avtomatik olaraq baxın bu düstur gələcək. N-ci saniyədə gedilən yol düsturu gələcək. Ümumi düstur V0 plus minus A bölünsün 2 vurulsun 2n minus 1 düşərlər. Yəni ola bilər elə bir sual düşər ki, sizə başlanğıc sürəti verər. Əgər hərəkət bərabər yeyinləşən olsa, bu ortada plusundan istifadə edib hesablayarsınız. Yavaşlayan olsa minusundan istifadə edərsiniz. İndi burada sükunət vəziyyəti dediyinə görə bizim baxın bu başlanğıc sürətimiz gedir 0-a. Onda n-ci saniyədə gedilən yol düsturu A böl 2 vurulsun 2m minus 1 şəklində olacaqdır. Bizdən də uşaqlar deməli 3-cü saniyədə gedilən yolu soruşur. Yazıram buradan təcil miyim 2 bölünsün 2 vurulsun 2 vurulsun 3-cü saniyə. Yəni n-i 3 ilə göstərmişəm. N-in yerinə 3 yazacağım. Çıxılsın 1. Buradan alınır uşaqlar 5 metr. Yəni siz burada n-ci saniyə deyirsə, gedib s bərabərdir at kvadratı böl 2 düsturunu tətbiq edə bilməzsiniz. 3 saniyə desə, 3 saniyə desə sizinlə razıyam. S bərabərdir at kvadratı böl 2 düsturunu yaza bilərsiniz. Amma n-ci saniyə deyirsə, avtomatik bu düsturu yaza bilməzsiniz uşaqlar və xüsusi düsturumuzdan istifadə etməlisiniz. 64 nömrəli sualda deyir ki, saatın, deməli, saniyə əqrəbinin dövrətmə periyodunun onun uzunluğuna asılıq qrafik hansıdır? Deməli uşaqlar biz bilirik ki, saatın saniyə əqrəbinin dövrətmə periyodu nə qədərdir? 60 saniyədir. Yəni uşaqlar bu belə qəbul olunub ki, saatın saniyə əqrəbinin dövrətmə periyodu 60 saniyədir. Yəni bu əqrəbin uzunluğuna görə dəyişə bilməz. Yəni saniyə əqrəbinin uzunluğuna görə bu periyodun qiyməti dəyişə bilməz. Yəni ona görə periyod əqrəbin uzunluğuna nədir? Asılı deyil. Həmçinin buradan sizdən məsəl üçün qarşınıza belə bir sual da düşə bilər ki, sizdən məsəl üçün dövrətmə tezliyinin də belə deyək, əqrəbin uzunluğuna asılını soruşa bilər. Uşaqlar, burada da cavabımız dəyişməz olar. Niyə? Çünki periyod əgər saatın saniyə əqrəbinin periyodu 60 saniyədirsə, sən bunun tezliyini necə taparsan? 1 bölünsün t ilə, düzdürmü? Yəni 1 bölünsün 60 olar məsəl üçün. Yəni bu 60'da 1 saniyə üstü -1'dir. Yəni bu tezliyin qiyməti də bu əqrəbin uzunluğuna görə dəyişə bilməz. Yəni 60'da 1 olaraq standart qiymətə sahibdir. Saniyə əqrəbindən gedir əlbəttə ki söhbət. İndi digər əqrəblər üçün fərqlidir. Yəni uşaqlar, birdən qarşınıza ola bilər ki, tezliyin də əqrəbin uzunluğuna asılıq qrafikini soruşar. Orada da cavabımız asıl deyil olacaqdır. Növbəti sualımız belədir ki, düzxətli hərəkət edən 5 kiloqram kütləli cismin koordinatının zamandan asıllığı x bərabərdir 3t kvadratı üstəgəl 12 üstəgəl 2t şəklindədir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyasını hesablayındır. Deməli, şahidlər bizə cismin kütləsini verib ki, 5 kiloqramdır, düzdürmü? Bizdən isə əvəzləyici qüvvənin, yəni qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyasını soruşur. Əvəzləyici qüvvə deyəndə ağlımıza gələn düstur nədir? Əlbəttə ki, m-adır. İndi x oxu üzrə proyeksiyası deyirsə, m vurulsun ax yazacağam. Deməli, burada uşaqlar kütləmiz var. Nə yoxdur? Təcil yoxdur. Fikir verirsinizsə, bu koordinat tənliyinə bir dənə fikir verin. Deməli, bərabər təcilli hərəkət üçün koordinat tənliyimizi yazsaq, x bərabər x0 üstə gəlinsin v0t üzərinə gəlinsin at kvadratı bölünsün 2'dir. Fikir verirsinizsə, t kvadratının qarşısındakı əmsal nədir? A böl 2'dir. Düzdürmü? Burada bizə t kvadratının qarşısına nə verib? 3 verib. Deməli, a bölünsün 2 nəyə bərabərdir? 3'ə bərabərdir. Deməli, buradan təcil nədir? Təcil 6 metr bölünsün saniyə kvadratıdır. Və uşaqlar, həmçinin belə də yadda saxlaya bilərsiniz ki, t kvadratının qarşısındakı ədədin 2 misli bizə təcil verir. Yəni t kvadratın qarşısında 3 var. 2 misli nədir? 6'dır. Onda bu ifadədə yerinə yazsaq, kütləmiz 5, təcilimiz 6, 5'ə 6'ya vuranda nə alınır? 30 Newton alınır. Doğru cavab B variantı. 66 nömrəli sual. Kütləsi 60 kiloqram olan futbolçu 300 qram kütləli topa 120 Newton qüvvə ilə təsir edir. Top futbolçu hansı qüvvə ilə təsir edir? Deməli uşaqlar, biz bilirik ki, Newtonun 3-cü qanununa görə
qarşılıqlı təsir qüvvələri qiymətcə bərabər, istiqamətcə nədir? Əksdir. Yəni burada futbolçu topa 120 Newton qüvvə ilə təsir edibsə, elə top da futbolçuya Newton 3-cü qanuna görə qiymətcə 120 Newton qüvvə ilə təsir etməlidir, amma əks istiqamətdə. 67 nömrəli sual. İplə bağlanmış hamar üfüqi müstəvi üzərindəki M və 4M kütləli tirciklər F qüvvəsinin təsiri altında düz xətli bərabər təcili hərəkət etdirilir. F bərabərdir 200 Newton olarsa, ipdə yaranan T gərilmə qüvvəsinin qiymətini hesablayın. Deməli, uşaqlar fikir versiniz burada F-in qiymətini bizə verib 200 Newton. Baxıram ki, 200 Newton neçə M-i də artır. Həm 4M, həm də M kütləli cisimlər bir-birinə bağlıdır və F ilə dartılır. Deməli, bu 200 Newton həm 4M-i, həm də M-i də artır. Yəni, ümumilikdə 200, deməli, 5M-i də artır. Yaxşı, əgər 205 M-i də artırsa, 1 M-ə nə düşər? 1 M-ə əlbəttə ki, düşəcəkdir, deməli, 40 Newton. Düzdürmü? Gəlin belə yazalım. Deməli, yox, belə də yaza bilərik. Deməli, X-a düşür, 1 M-ə düşür, 40 Newton. Bunu altdan yazaq. Deməli, əgər 205 M-i də artırsa, deməli, 1 M-ə düşür, 40 Newton. Deməli, 1 M-i 40 Newton da artır. Əgər belədirsə, onda T nə idi artır? T də artır, deməli 4 dənə M-i, düzdürmü? Əgər T 4 M-i də artırsa, buradan nə olacaq? 4 vurulsun 40-dan, cavabımız olacaqdır 160 Newton. Və yaxud birbaşa asılılıq qurarsınız ki, əgər 205 M-i də artırsa, 4 M-ə nə düşəcək? 4 M-ə düşəcəkdir X. Buradan da X-i tapa bilərsiniz ki, 200 vurulsun 4M bölünsün 5M. Buradan da yenə cavab nə alınacaq? 160 Newton alınacaqdır. Doğru cavabımız D variantı. 68 nömrəli sualda deyir ki, əvəzləyici qüvvənin sabit qiymətində cismin aldığı təcilin onun kütləsinin asılılıq qrafiki hansıdır? Demək, uşaqlar bizə deyir ki, əvəzləyici qüvvənin sabit qiymətində A-nın M-dən asılılığını soruşur. Bu kəmiyyətlərə baxanda ağlımıza ilk gələn düstur nədir? Əlbəttə ki, F əvəzləyici bərabərdir M-a düsturudur. Sən buradan təcili tapanda olur əvəzləyici qüvvə bölünsün kütlə. Deməli, əvəzləyici qüvvə deyir ki, sabitdir. Yəni, baxın, bu konstantdır. Buradan qeyd edirəm, konstant. Onda təcil kütlə ilə necə asıldır? Tərs mütənasib şəkildə asılıdır. 69 nömrəli sual belədir. Marsın səthində olan 5 kiloqram kütləli cismə təsir edən cazibə qüvvəsi 20 Newtondur. Marsın səthində sərbəst düşmə təcilinin qiymətini hesabla. Deməli, uşaqlar, verilənləri qeyd eləyək. Bizə kütləni verib 5 kiloqram, cazibə qüvvəsini verib 20 Newton. Nəyə soruşur? Marsın səthində sərbəst düşmə təcilini soruşur. Deməli, uşaqlar, əlbəttə ki, bu kəmiyyətləri yazanda ağlımıza gələn düstur F bərabərdir MJ düsturudur. Biz buradan J-ni tapanda olacaqdır. F bölünsün M. Buradan da F-in qiyməti 20, M-in qiyməti 5 olacaqdır. 4 metr bölü saniyə kvadrat. Doğru cavabımız Y variantı. 70. Yerin gravitasiya sahəsinin intensivliyi, yəni gravitasiya sahəsinin intensivliyi həm də nədir? Sərbəst düşmə təcilidir, yəni balaca J. Deyir ki, bu yerin gravitasiya sahəsinin intensivliyi hansı ifadə təyin olunur? Əlbəttə ki, bu belədir. Buradan da qeyd edirəm. Balaca J bərabərdir. J vurulsun, M bölünsün, R kvadrat. Xatırlatmaq üçün yazıram, uşaqlar. Bu yer səthi üçündür. Yer səthindən hər hansı bir hündürlükdə bəs necə idi? Ola bilər ki, bazar günü imtahana düşər. Baxın, belə idi. J vurulsun, M bölünsün. Əgər cisim yerdən müəyyən bir hündürlükdədirsə, bu R plus H-ın kvadratı olur. Bir də var ağırlıq qüvvəsi, uşaqlar. Yer səthində cisimə təsir edən ağırlıq qüvvəsinin düsturu J vurulsun, böyük M vurulsun, kiçik M bölünsün, R kvadratıdır. Yer səthindən hər hansı bir hündürlükdə isə ağırlıq qüvvəsi
J vurulsun, böyük M vurulsun, kiçik M bölünsün, R plus H-ın kvadratıdır. Bunları bilin. Bizdən də yer səthində J-nin düsturunu soruşurdu. Bu da hansıdır? J vur, M bölünsün, L kvadratıdır. 71 nömrəyə sual. Sükunətdə olan liftin döşəməsindəki cismin çəkisi 40 Newtondur. Fikir verin, sükunətdəki cismin çəkisi 40 Newtondur. Deyir ki, liftin şaquli aşağı istiqamətdə 2 metr bölü saniyə kvadratı təcillə bərabər yeyinləşən hərəkəti zamanı onun döşəməsindəki bu cismin çəkisini hesablayın. Gəlin uşaqlar birinci məsələni, baxın bu nöqtəyə qədər həll eləməyə çalışaq. İlk öncə sükunətdəki cismin çəkisi, yəni P0 necə tapılır? mj ilə. Görək bu cismin kütləsi nə qədərdir? Buradan mən m-i tapanda sükunətdəki çəkini bölürəm sərbəst düşmə təcilinə. Mənə də deyir ki, sükunətdəki cismin çəkisi 40-dır. J də 10-dur. 40-ı 10-a böləndə nə aldıq? 4 kiloqram aldıq. Deməli, bu cismin kütləsi 4 kiloqramdır. Artıq məsələni, baxın, bura qədər həll elədik. Sonra mənə deyir ki, liftin aşağı istiqaməti, bu aşağı sözü çaşdırmasın. Birinci aşağı istiqamətdə ona görə deyir ki, yəni lift aşağı doğru hərəkət edir. Sürət vektoru aşağıdır. Və mənə deyir ki, bərabər yeyinləşir. Bərabər yeyinləşən hərəkətdə təcillə sürət eyni istiqamətdə olur. Sürət aşağıdırsa, deməli təcil də aşağıdır. Əgər təcil aşağıdırsa, biz çəkini necə tapırdıq? M vurulsun, J minus A şəklində tapırdıq, düzdürmü? Buradan da bizim kütləmiz 4 kiloqram tapmışıq əvvəlcə. J 10, təcil 2. Ondan 2-ni çıxdım 8, 4-ə də vuranda nə alındı? 32 Newton alındı. Doğru cavab B variantı. 72. Sərbəst düşən cismin son sürətinin düşmə hündürlüyündən asılılıq qrafiki hansıdır? Uşaqlar, baxın, sərbəst düşən deyir. Sərbəst düşmədə başlanğıc sürət nədir? 0-dır. Avtomatik qeyd edirəm. İndi məndən V-nin, yəni son sürətin hündürlükdən asılılıq qrafikini soruşur. Düşünürəm ki, başlanğıc sürəti, son sürəti, hündürlüyü birləşdirən hansı düsturum var? Bu h bərabərdir. V kvadratı çıxılsın, V0 kvadratı bölünsün 2J'dir uşaqlar. Sərbəst düşdüyünə görə başlanğıc sürət dedik ki 0-dır. Onda buradan h nəyə bərabərdir? H V kvadratı bölünsün 2J'yə bərabərdir. Əgər səndən hündürlüyün sürətdən asılılıq qrafikini soruşsaydı sərbəst düşmədə düz kvadratik olardı. Amma məndən sürətin hündürlükdən asılılıq qrafikini soruşur. Bu ifadədən, yəni son aldığım ifadədən son sürəti tapanda olacaqdır. Kökün altında 2JH. Bu ifadədən görürəm ki, son sürət hündürlükdən kök altı düz şəkildə asılıdır. Növbəti sualımız 73 nömrəli sual. Yer səthindən cümləyə fikir verin. Şaquli yuxarı istiqamətdə atılmış cismin başlanğıc sürətini 2 dəfə artırdıqda onun uçuş müddəti necə dəyişər? Uşaqlar, birinci önəmli cümlə budur. Şaquli yuxarı istiqamət. İkinci önəmli cümlə uçuş müddətini istəyir. Yaxşı. Xatırlayırıq ki, şaquli yuxarı atılmış hərəkətdə uçuş müddətinin düsturu necədir? Bu 2V0 bölünsün J'dir. Yəni baxıram ki, uçuş müddəti başlanğıc sürətlə düz mütənasib şəkildə asılıdır. Yəni mən başlanğıc sürəti 2 dəfə artırsam, avtomatik uçuş müddəti də nə edəcək? 2 dəfə artacaqdır. Doğru cavabımız A variantı. Ola bilərdi ki, məsələn, başqa bir şeyə toxunaq. Bir də gördüyünüz kimi imtahana düşdü. Məsələn, qalxma müddətinin necə dəyişdiyini soruşa bilərdi. Yenə də şaquli yuxarı atılmış hərəkətdə qalxma müddətinin düsturu necədir bəs? O sadəcə V0 bölgədir. Uçuş müddəti 2V0 bölgədir. Qalxma V0 bölgədir. Yəni, buradan gördüyümüz kimi, əslində qalxma müddəti də şaquli yuxarı atılmış hərəkətdə başlanğıc sürətlə necə asılıdır? Düz mütənasib şəkildə asılıdır. Yəni, burada başlanğıc sürəti 2 dəfə artırsaq, qalxma müddəti də 2 dəfə artardı. Bir də ola bilərdi ki, şaquli yuxarı istiqamətdə başlanğıc sürəti 2 dəfə artıranda və yaxud
fərqi yoxdur. Neçə dəfə artırıb azaldanda maksimal qalxma hündürlüyünün də necə dəyişdiyini soruşa bilərdi. Şaquli yuxarı atılmış hərəkətdə maksimal qalxma hündürlüyünün düstur uşaqlar V0 kvadratı bölünsün 2C'dir. Artıq burada gördüyümüz kimi maksimal qalxma hündürlüyü başlanğıc sürətlə düz kvadratik asıldır. Yəni sən başlanğıc sürəti 2 dəfə artırsan, onda maksimal qalxma hündürlüyü 4 dəfə artardı. Baxın, belə şeylərə diqqət edin. 74 nömrəli sual. Cismin çəkisinin, cümləyə fikir verin, çəkisinin BC-də əsas vahidləri ifadə hansıdır? Çəkini kütlə ilə qarışdıranlar olur. Çəkinin vahidi nə deyəndə götürüb kiloqram yazırlar. Uşaqlar, unutmayın ki, çəki kütlə deyil. Çəki nədir? Çəki qüvvədir. Çəki qüvvədir. Bunu unutmayın. Yəni birdən vahidini kiloqram yazarsınız. Kiloqram deyil. Çəki qüvvədirsə, qüvvənin vahidi nədir? 1 newtondur. Yəni çəkinin vahidi 1 newtondur. 1 newton açılışı nədir bəs? 1 newton açılışına bəlkə dərslərdən bilirsiniz ki, kiloqram vurulsun metr bölünsün saniyə kvadratıdır. Yəni doğru cavabımız D variantı. 75 nömrəli sual. Həcmi V bərabərdir 4 desimetrin kubu. Gəlin bunu elə birbaşa kub metrə çevirək. Bu olacaqdır 1000-də 4 kub metr. Olan deyir ki, taxta parçasına təsir edən ağırlıq qüvvəsini hesablayın. Deməli uşaqlar, biz bilirik ki, ağırlıq qüvvəsi mg düsturundan tapılır, düzdürmü? Amma burada bizə kütləni verməyib. Əvəzində həcmlə sıxlığı verib. Biz də bilirik ki, cismin kütləsi m bərabərdir rho v düsturla tapılır. İfadədə yerinə yazsaq olacaqdır rho v j. Bu da bərabərdir. Deməli, cismin sıxlığı, yəni bu taxta parçasının sıxlığı 800 kiloqram bölünsün kub metrdir. Vurulsun həcmi 1000-də 4 kub metr. Vurulsun j də 10. Deməli, buradan 1000-ləri ixtisar eləsək, 8-i 4-ə vuranda alınır 32 newton. Doğru cavabımız C variantı. 76 nömrəli sual. Çəksiz yayın yüksüz və yüklə birlikdə vəziyyətləri təsvir edilib. Yayın tarazlıqda olduğunu bilərək. Yay tarazlıqdadır. Onun sərtliyini hesablayın. Biz bilirik ki, yay tarazlıqdadırsa, bu yaydan asılan cismə aşağı doğru hansı qüvvə təsir edir? Aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Və bu zaman deformasiyanın əksinə yönələn, yəni yayda yuxarı doğru bir elastiklik qüvvəsi yaranır. Gəlin istəsəniz bu qüvvələri mən burada göstərim. Deməli uşaqlar, dedik ki, bu cismə aşağı doğru hansı qüvvə təsir edir? Mg ağırlıq qüvvəsi təsir edir. Yuxarı doğru isə deformasiyanın əksinə yönələn bir elastiklik qüvvəsi yaranır. Düzdürmü? Və yayın tarazlıq halında bu qüvvələr bir-birinə nədir? Bərabərdir. Yəni, mg bərabərdir elastiklik qüvvəsinə. O da nədir? Kx-dır. Düzdürmü? Deməli, tarazlıq halında mg kx-ə nədir? Bərabərdir. Yaxşı. X nədir uşaqlar burada? Mütləq uzanmadır. Mütləq uzanmanı necə tapırıq? Son uzunluqdan başlanğıc uzunluğu çıxırıq. Əvvəl yayın uzunluğu 60 cm-dir. Yük asandan sonra 80 cm uzanıb. Yəni başlanğıcda uzunluğu, buradan qeyd eləyək ki, bunun başlanğıcda uzunluğu 60 cm-dir. Yük asandan sonra yayın uzunluğu olubdur 80 cm. Ona mütləq uzanmanı tapmaq üçün son uzunluqdan başlanğıc uzunluğu çıxıram. 80 çıxılsın 60, 20 cm. Bunu da metrə çevirəndə nə alırıq? 0,2 metr alırıq. Gəlib ifadədə yerinə yazaq, bizdən sərtliyi soruşur. İfadədən sərtliyi tapanda K olacaqdır. K bərabərdir mg bölünsün x. Deməli, kütləni 6 kiloqram verib, J-nin qiyməti 10-dur. Mütləq uzanma isə dedik 0,2-dir. 60-ı da 0,2 böləndə yayın sərtliyi 300 newton bölünsün metr olacaqdır. Doğru cavabımız Y variantı. Növbəti sual. Sürtünmə qüvvəsinin səthə göstərilən təzyiq qüvvəsinin asıllıq diaqramı verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürtünmə əmsalları arasında hansı münasibət doğrudur? Uşaqlar, biz bunu müqayisə eləmək üçün nə etməliyik? Belə bir yol öyrədirəm.
Deməli uşaqlar, sürtünmə qüvvəsinin düsturlarından biri nədir? Mü F təzyiqdir, düzdür? Bu belə bir ifadəsi də var. Mü F təzyiq. Deməli uşaqlar, bu ifadədən münü tapıram ilk öncə. Münü tapanda necə olur? F sürtünmə bölünsün F təzyiq olur. İlk öncə baxın, bu yazdığım ifadəyə baxanda mən nə görürəm? Sürtünmə qüvvəsi təzyiq qüvvəsinə necə asıldır? Düz mütənasib şəkildə asılıdır. Doğrudur? Onda gəlin belə bir qrafik çəkək. Sürtünmə qüvvəsinin təzyiq qüvvəsindən asıllıq bir qrafikini çəkək. Bura olsun F sürtünmə, burada olsun F təzyiq. Dedik ki, sürtünmə qüvvəsi təzyiq qüvvəsinə necə asıldır? Düz mütənasib şəkildə asılıdır. İndi uşaqlar, mən burada bu qrafikin üfüq ilə əmələ gətirdiyi bucağa bir alfa bucağı deyirəm. Düzdürmü? Burada belə bir xətt çəkərək, burada bir dənə düzbucaqlı üçbucaq yaradıram. Bu kateti sürtünmədir, düzdürmü sürtünmə qüvvəsi? Bu kateti də təzyiq qüvvəsi uşaqlar. İndi buradakı, baxın, buradakı bu düzbucaqlı üçbucağa görə tangens alfa nəyə bərabərdir? Tangens alfa riyaziyyatdan bilirsiniz ki, qarşı katetin bitişik katete nisbətidir. Yəni bucağa qarşı katet sürtünmə qüvvəsi onun bitişik katete olan, yəni təzyiq qüvvəsinə olan nisbətidir. Demək, tangens alfa F sürtünmənin F təzyiqə nisbətidir. Yaxşı, münün düsturu nə idi? F sürtünmə bölü F təzyiq. Deməli, bu nisbət nəyə bərabər dedik? Tangens alfaya bərabər dedik. Yəni, bunu bərabər eləyirəm tangens alfaya. Yəni, qısa və net sürtünmə əmsalı nəyə bərabər oldu? Tangens alfaya bərabər oldu. Uşaqlar, tangens alfada bucaq artanda funksiya artır. Ona görə biz deyə bilərik ki, sürtünmə əmsalı alfa bucağı ilə necə asıldır? Bu halda, yəni baxılan halda burada düz asıldır. Artıq biz bu nəticəyə gələndən sonra hər bir nöqtədən koordinat başlanğıcından keçən düz xətlər keçirdirəm. 2 və 3-dən fikir verin, bu keçirəcəyim xət 2 və 3-dən keçir. Bir dənəsində 1-dən keçirəm. Düzdür, birini də buradan keçirdim uşaqlar. Hər bir nöqtənin, belə deyək, bucaqlarını müqayisə eləsəm, baxıram ki, 2 və 3 nöqtələri eyni xəttin üzərində olduğuna görə bu nöqtələrin, yəni belə deyək də, bunların bucağı nədir? Bərabərdir. Yəni, belə yaza bilərik ki, alfa 2, alfa 3-ə bərabərdir. Çünki eyni xəttin üzərindədirlər və eyni bucağı əmələ gətirirlər. Və böyükdür nədən? Alfa 1-dən. Və dedik ki, alınan nəticəyə görə sürtünmə əmsalı bucaqla düz asılı olduğuna görə deyə bilərik ki, mü 2 ilə mü 3 bərabərdir və mü 1-dən böyükdür. Çünki bucaqla düz asılıdır. Bucağı necə müqayisə elədik də, sürtünmə əmsalı o cür müqayisə olunacaq. Belə bir variant A variantında doğru cavab verilmişdir. 78 nömrəli suala deyir ki, elastiki deformasiya olunan yay uclarına tətbiq olunan qüvvələrin təsiri ilə tarazlıqdadır. F bərabərdir 20 newtonlarsa yayda yaranan elastik qüvvəsini hesablayın. Burada götürüb 0 yazan uşaqlar olur. Deyir müəllim, sağa 20, sola 20 əks yönəldiyinə görə cavab 0 olar. Uşaqlar, belə suallar qarşınıza çıxanda həmişə bunun qüvvələrdən birini götürürsünüz. Həmişə birinə sanki nəyəsə bir divara mı, nəyəsə bağlanmış kimi qəbul eləyin və ona görə həmişə qüvvənin yalnız birini götürürsünüz və burada yaranan elastik qüvvəsi 20 newtona bərabər olacaqdır. 79. Hansı cihazlardan istifadə edərək elastiki deformasiya olunmuş rezin çubuğun sərtliyini təyin etmək olar? Deməli, uşaqlar, biz bilirik ki, elastiklik qüvvəsi F bərabərdir Kx-dir. Biz bu ifadədən sərtliyi tapanda alırıq. K bərabərdir F bölünsün X. Gördüyümüz kimi uşaqlar, burada sərtliyin düsturuna nə var? Qüvvə var. Qüvvəni nə ilə ölçürəm? Dinamometrlə ölçürəm. Və uzunluğu, uzanmanı nə ilə ölçərəm? Xəttkeşlə ölçərəm. Onda belə çıxır ki, biz yayın sərtliyini xəttkeş və dinamometrlə ölçə bilərik. 2 və 3 doğru cavab C variantı. 80. Üfüqi səth üzrə
yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin tormozlanma müddətinin onun başlanğıc sürətinə asılı qrafik hansıdır? Uşaqlar, tormoz müddətinin düsturu T tormoz bərabərdir V0 bölünsün A-dır. Buradan da V0 bölünsün A-nın yerinə yazıram müj. Gördüyümüz kimi uşaqlar, tormoz müddəti başlanğıc sürətlə düz mütənasib şəkildə asılır. Ola bilər ki, bazar günü olası imtahanda qarşınıza tormoz yolundan da sual düşə bilər uşaqlar. Yəni, tormoz yolunun düsturu isə tormoz müddətindən fərqlənir. Yəni, rahat bir düsturlardır əslində. V0 kvadratı bölünsün 2A-dır. Artıq burada görürük ki, tormoz yolu başlanğıc sürətdən necə asılıdır? Düz yox, düz kvadratik şəkildə asılıdır. Və uşaqlar, yadınıza saxlayırsınız ki, nə tormoz müddəti kütlədən asılı deyil, nə də ki, tormoz yolu kütlədən asılı deyil. Ola bilər ki, sual düşə bilər. Nədir? Asılı deyil uşaqlar. Yəni, hal-hazırdakı sualımızın doğru cavabı isə A variantı olacaqdır. 81 nömrəli sual. Yer səthindən H bərabərdir 2R hündürlükdə olan cismə təsir edən ağırlıq qüvvəsi 18 Newtondur. Yəni, fikir verirsinizsə, 2R hündürlükdə cismə 18 Newton ağırlıq qüvvəsi təsir edir. Hər hansı bir hündürlükdə ağırlıq qüvvəsinin yadınıza gəlirsə, FH ilə göstərirdik, yazırıq 18 Newton. Cisim deyir, yer səthində olduqda ona təsir edən ağırlıq qüvvəsini hesablayın. Uşaqlar, ilk öncə biz bilirik ki, yer səthindən uzaqlaşdıqca ağırlıq qüvvəsi azalır. Yəni, 2R hündürlükdə ağırlıq qüvvəsi 18 isə, deməli, yer səthində bundan daha böyük ədəd almalıyıq. Yəni, 2 və 18 ola bilməz. Yəni, aldığımız cavablar, doğru cavabımız 18-dən böyük ədəd olmalıdır. Yəni, avtomatik A ilə B-ni rahat çıxa bilərsiniz. İndi, belə bir şeyə baxaq. Demişik ki, yer səthindən hər hansı bir hündürlükdə cismə təsir edən ağırlıq qüvvəsi J vur, böyük M vurulsun, kiçik M bölünsün, R plus H-ın kvadratı düsturu ilə təyin olunur. Onda mənə H-ı nə verib? H-ı verib 2R. Aparıram bu düsturda H-ın yerinə 2R yazıram. Nə olacaq onda? FH bərabərdir J vurulsun, böyük M vurulsun, kiçik M bölünsün. Siz bu ifadədə baxın burada H-ın yerinə 2R yazsaz, 2R ilə R toplanır 3R, kvadratı olur nə? 9R kvadrat. Uşaqlar, indi burada belə bir şey alırıq mı? Bunu biraz da sadə formaya salsaq, belə bir ifadə alırıq da. FH bərabərdir 9'da 1, belə yazıram, bir şey göstərəcəm sizə. 9'da 1 J M vurulsun, M bölünsün, R kvadrat. Düzdürmü? İndi biz nə demişdik? Yer səthində cismə təsir edən ağırlıq qüvvəsi J vur, böyük M vur, kiçik M bölünsün, R kvadratı düzsə təyin olunur. Onda mən artıq burada, baxın, bu ifadənin yerinə yaza bilərəm, F0 yaza bilərəm də. Çünki bu ifadə yer səthində cismə təsir edən ağırlıq qüvvəsinin düsturudur. Bax, bunun yerinə mən F0 yaza bilərəm. F0 yazıramsa, onda necə bir ifadə alıram? FH bərabərdir F0 bölünsün 9 düsturu alıram. Məndən də yer səthində cismə təsir edən ağırlıq qüvvəsi, yəni F0'ı soruşur. Buradan da F0'ı tapanda olur 9FH. FH nə qədərdir? 18'dir. Onda 9 vurulsun 18'dən cavabımız olur 162 Newton. Doğru cavab Y variantı. 82 nömrəli sual. Elastlik qüvvəsi və ağırlıq qüvvəsi üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Deməli, dinamometr ilə ölçülür. Bütün qüvvələr dinamometr ilə ölçülür demişik. Bir ortaqdır. Vektorial fiziki əhəmiyyətdir hər ikisinin istiqaməti var. 2 də ortaqdır. Yerin mərkəzinə doğru yönələn ağırlıq qüvvəsidir. Deformasiya edici qüvvənin əksi istiqamətdə yönələn isə elastlik qüvvəsidir. Deməli, həmişə diqqətli olun uşaqlar. Baxın, burada 1, 3, 2 verib, amma variantlarda 1, 2, 3'dür. Deməli, belə olacaq da. Birinciyə 4 uyğun gəldi. İkinciyə 3 uyğun gəldi. Üçüncüyə isə 1, 2 uyğun gəldi. Deməli, 4, 3, 1, 2 doğru cavabımız Y variantı.
83 nömrəli sual. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Çevrə üzrə hərəkətdə trayektoriyanın hər bir nöqtəsində çevrəyə toxunan istiqamətdə yönələn uşaqlar xətti sürətdir. 2 gəlir. Çevrə üzrə hərəkətdə trayektoriyanın hər bir nöqtəsində radius boyunca çevrənin mərkəzinə doğru yönələn mərkəzə qaçma təcilidir. 3 uyğun gəlir. Verilmiş radiusda çevrə üzrə hərəkətdə xətti sürət, deməli burada tezlik var, period var. Görək necə asılıdır. Deməli uşaqlar, ümumi bir şeyi yadımıza salaq. Xətti sürətin ümumi düsturu L bölünsün T idi. Bir tam periyodda nə edirdik? L'in yerinə 2 pi yazırdıq. Zamanın yerinə period yazırdıq. 2 pi bölü T aldıq. T'nin də yerinə biz 1 bölünsün N yazsaq, N yuxarı qalxıb 2 pi vuranda 2 pi R'nin düsturu alırıq. Gördüyümüz kimi xətti sürət period ilə tərs, amma tezlik ilə necə asılıdır? Düz asılıdır. Burada da deməli, verilmiş radiusda çevrə üzrə hərəkətdə xətti sürət nə ilə tərs? Periodla tərs. Ona görə 4. Düz mütənasibdir nə ilə? Düz tezliklə 1 uyğun gələcəkdir. Cavab kartında belə uyğunlaşdıracaqsınız. 2, 3, 4, 1 şəklində ardıcıllıq olacaqdır. Növbəti sualımız 84 nömrəli sualdır. Qayışlı ötürmə ilə fırladılan disklərin üzərindəki B nöqtəsində bucaq sürətinin qiyməti 5 radian bölü saniyədir. Gəlin qeyd eləyək ən gözəli. Deməli bizə B nöqtəsində bucaq sürətinin qiymətini 5 radian bölünsün saniyə olaraq verib. Məndən isə A nöqtəsində xətti sürətin qiymətini soruşur. Deməli uşaqlar, O1A məsafəsi 50 cm, yəni 0.5 metrdir. O2B məsafəsi isə 20 cm, yəni 0.2 metrdir. Deməli uşaqlar, baxın bura, diqqətlə qulaq asın. B nöqtəsinin əgər mənə bucaq sürətini veribsə, məndən A nöqtəsinin sürətini istəyirsə, mən ilk öncə B nöqtəsində xətti sürətin qiymətini tapa bilərəm. Necə tapa bilərəm? Biz sürətin V bərabərdir omega R düsturunu bilirik. Mən əgər B nöqtəsində xətti sürətin qiymətini tapmaq istəyirəmsə, B nöqtəsində bucaq sürətinin qiymətini vuraram B-nin radiusuna. Buradan da deməli B nöqtəsində bucaq sürətin qiyməti 5-dir. 5 radian bölü saniyədir. Vururam B-nin radiusu. Yəni O2B məsafəsi 20 cm-dir. Metrə çevirəndə olur 0.2. 5-i də 0.2 vuranı nə alırıq? 1 metr bölünsün saniyə alırıq. Deməli, B nöqtəsində xətti sürətin qiyməti 1-dir. Məndən isə A nöqtəsində xətti sürətin qiymətini soruşur. Uşaqlar, qayışlı ötürmədə məşhur qaydalarımızdan biri nə idi? Qayışlı ötürmədə kənar nöqtələrin xətti sürətləri bərabərdir. Yəni, VA VB-yə bərabərdir. Əgər mən B nöqtəsində xətti sürətin qiymətini 1 tapmışamsa, deməli, A nöqtəsində də xətti sürətin qiyməti 1 metr bölünsün saniyə olacaqdır. Ümidvaram ki, başa düşdünüz. 85 nömrəli sual. Yer səthindən 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünü hesabla. Deməli, uşaqlar, başlanğıc sürəti bizə verib 30 metr bölü saniyə. Bu sualda nəyə diqqətdə saxlayıram, nəyə diqqət eləyirəm? Baxın, bu cümləyə. Şaquli yuxarı atılmış hərəkətdir. Və nəyi soruşur? Maksimal qalxma hündürlüyünü. Biz demişik ki, şaquli yuxarı atılmış hərəkətdə maksimal qalxma hündürlüyü hansı düsturdan tapılır? Bayaq bir məsələdə də bunu qeyd elədim. Şaquli yuxarı atılmış hərəkətdə maksimal qalxma hündürlüyünün düsturu V0 kvadratı bölünsün 2J'dir. Verilən qiyməti yerinə yazsaq, 30'un kvadratı bölünsün 2 vurulsun 10. Buradan da 900 bölünsün 20, cavab olur 45 metr. 86 nömrəli sual. F qüvvəsi ilə dartılan M kütləli cisim üfüqi səth üzərində sükunətdədir. Bu cismə təsir edən F qüvvəsinin qiymətini 2 dəfə azaltdıqda. Uşaqlar, nə demişik? Cisim sükunətdədirsə, burada dartı qüvvəsinin əksinə hansı qüvvə yaranır? Bir sükunət sürtünmə qüvvəsi yaranır və qiymət hansı qüvvəyə bərabər olurdu? Dartı qüvvəsinə bərabər olurdu. Baxın, burada bir sükunət sürtünmə qüvvəsi yarandı və cisim sükunətdə olduğuna görə
Deyirdik ki, sükunət sürtünmə qüvvəsi nəyə bərabərdir? Dartı qüvvəsinə bərabərdir. Cisim sükunətdə olanda və cisim sükunətdə qaldığı müddətcə sükunət sürtünmə qüvvəsi dartı qüvvəsindən düz mütənasib asılıdır. Yəni dartı qüvvəsi əgər 2 dəfə azalıbsa, deməli avtomatik olaraq sükunət sürtünmə qüvvəsi nə edəcək? 2 dəfə azalacaq. Biri 6-dır. Amma sürtünmə əmsalı biz demişik ki, heç bir kəmiyyətdən asılı deyil. Ona görə sürtünmə əmsalı nə etməz? Dəyişməz. Doğru cavablarımız 1 və 6-dır. 87 nömrə sual. Uyğunluğu müəyyən edin. Hamar mail müstəvi səth üzərindəki tarazlıqda olan cismə təsir edən ağırlıq, elastlik və dayağın reaksiya qüvvəsinin istiqaməti müəyyən edin. Demişik ki, uşaqlar, ağırlıq qüvvəsi hər zaman düz mərkəzdən, yəni bu cismin düz mərkəzindən hara doğru yönəlir? Aşağı doğru yönəlir. Ağırlıq mərkəzindən aşağı doğru MGS yönəlir. Ona görə ağırlıq qüvvəsinin istiqaməti şaquli aşağı C variantı. Və nə demişdi uşaqlar? Bir dənə şeyi diqqətdə saxlayaq. Bir dənə burada mail müstəvi göstərirəm. Bu mail müstəvi nə olsun? Alfa meyl bucağı. Bunun üzərində bir cisim qeyd eləyək. Uşaqlar, mən nə demişdim? Bu M kütləli cismin düz mərkəzdən aşağı doğru nəyi var? Düz mərkəzdən aşağı ağırlıq qüvvəsi var. Və demişdik ki, mail müstəvidə ağırlıq qüvvəsinin 2 dənə toplananı olurdu. Biri mail müstəviyə paralel toplananı. Buna deyirdik MG sinus alfa. Biri də mail müstəviyə perpendikulyar toplananı. Buna da nə deyirdik? MG kosinus alfa. MG kosinus alfa. İndi uşaqlar, fikir verin. MG sinus alfa, bax bu aşağı yönələn MG sinus alfa nə edir? Bu aşağı yönələn mail müstəvinin səthinə paralel yönələn MG sinus alfa, bax bu MG sinus alfa bu yay nə edir? Sıxır. Yəni deformasiya aşağı doğrudur. Və burada artıq deformasiyanın əksinə yönələn qüvvə olacaqdır, elastiklik qüvvəsi. Yəni bu istiqamət olacaq elastiklik qüvvəsi, yəni 2-yə Y variantı. İndi uşaqlar, burada dedik ki, MG-nin digər proyeksiyası MG kosinus alfadır. MG kosinus alfa cismi səthə sıxır və səth ona nə edir? Bu istiqamətdə bir reaksiya göstərir. Baxın, burada da olacaqdır. Yəni, burada da olacaq reaksiya qüvvəsinin istiqaməti. Yəni, bir də B variantı. C, Y, B. Demək uşaqlar, bu 4-cü qrupun situasiya suallarına gəldik 3 dənə. Bunları izah edirəm. Bir də 1-ci qruplarda açıq sualları izah edəcəm. Demək uşaqlar, situasiyada 1-ci sual belədir ki, sükunətdə olan nə deməkdir? Başlanğıc sürət 0-a bərabərdir. 5 kiloqram kütləli cisim üfüqi istiqamətdə yönəlmiş sabit F qüvvəsinin təsiri altında düz xətli hərəkət edir. Mü 0.2, F 12 Newton, J 10 Newton böl kiloqramdır. Mənə situasiyanın 1-ci sualında deyir ki, cismə təsir edən əvəzləyici qüvvənin modulunu Newton ilə hesablayın. Deməli uşaqlar, bu cismə sağa doğru bir 12 Newton dartı qüvvəsi təsir edir. Və burada hərəkətin əksinə nə yaranacaq? Burada hərəkətin əksinə bir sürtünmə qüvvəsi yaranacaqdır uşaqlar, düzdürmü? Bəs mən bu sürtünmə qüvvəsinin qiymətini necə tapa bilərəm? Biz demişik ki, üfüqi istiqamətdə hərəkətdə sürtünmə qüvvəsi müəmcə üstülə tapılır. Müəyyəndir. Bu halda buna aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Yuxarı doğru reaksiya qüvvəsi təsir edir. Yəni, əslində bizim ümumi düsturumuz həmişə sürtünmə qüvvəsinin düsturu müəyyəndir. Sadəcə, burada tarazlıq halında N mg-yə bərabər olduğuna görə N-in yerinə mg yazanda olur mg. Verilən qiymətləri yerinə yazsaq mü 0.2, kütlə 5, J də 10. Deməli, buradan sürtünmə qüvvəsi alınır 10 Newton. Düzdürmü? Deməli, burada sürtünmə qüvvəsi nə qədər oldu? 10 Newton oldu. Sürtünmə qüvvəsi oldu 10 Newton. İndi, yaxşı. Əvəzləyici qüvvəni necə taparam? Yazıram F əvəzləyici bərabərdir. Cismə 2 dənə qüvvə təsir edir. Sağa dart, sola sürtünmə və bu qüvvələr əks istiqamətdə yönəldiyinə görə əvəzləyici qüvvəni tapanda
dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxacam. Niyə dartdan sürtünməli? Çünki dartı sürtünmədən daha böyükdür. Dartı qüvvəsi 12, sürtünmə qüvvəsi də 10-dur. Deməli, əvəzləyici qüvvə 2 Newtona bərabər imiş. Situasiyanın ikinci sualında deyir ki, 5-ci saniyənin sonunda cismin sürətinin modulunu hesabla. Deməli, hər hansı bir zaman anında biz son sürəti V bərabərdir V0 plus AT düsturuna görə tapa bilərik və cisim sükunət halından hərəkətə başladığına görə başlanğıc sürət sıfıra getdi və son sürət V bərabərdir AT düsturu ilə tapılır. Deməli, bizə indi 5-ci saniyənin sonu deyir, yəni zaman 5-dir. Buradan qeyd eləyək, T bərabərdir 5 saniyə. Amma nə yoxdur? Təcil yoxdur uşaqlar. Təcili belə tapa bilərik. Təcil nəyə bərabərdir? A bərabərdir əvəzləyici qüvvə bölünsün kütlə. Əvəzləyici qüvvəni az öncə situasiyanın birinci məsələsində nə qədər tapmışıq? 2 Newton tapmışıq. Kütlə də 5 kiloqramdır. 2-ni 5-ə böləndə deməli təcil 0,4 metr bölünsün saniyə kvadratıdır. Gətirib burada yazsaq, təcil 0,4, zaman 5. Deməli, 5-ci saniyənin sonunda cismin sürəti 2 metr bölünsün saniyə olmuşdur. Və situasiyanın sonuncu və üçüncü sualında deyir ki, cismin getdiyi yolun zamanına asılıq qrafikini çəkin. Demək uşaqlar, bizim ümumi yol düsturumuz bərabər təcilli hərəkətdə V0T üzərinə gəlinsin, AT kvadratı bölünsün 2-dir. Və cisim sükunət vəziyyətindən hərəkətə başladığına görə V0, yəni 0 olduğuna görə, V0 bərabər 0 olduğuna görə bizim ifadəmiz S bərabərdir AT kvadratı bölünsün 2 şəklinə düşəcəkdir. Və buradan yazdığımız ifadədən görürük ki, cismin getdiyi yol zamanla düz kvadratik şəkildə asılıdır. Yəni qrafiki burada göstərsək, deməli bu S T ilə necə asılıdır? Parabolik şəkildə, yəni düz kvadratik şəkildə asılıdır. Deməli uşaqlar, situasiya, birinci qrupların situasiyası deməli necə idi? Deməli belə idi ki, bizdən nəyi soruşurdu? Situasiyanın, deməli birinci qrupların situasiyası bundan ibarət edir ki, birinci sualda bizdən təcili soruşurdu və biz burada təcili tapdıq. Deməli, nə elədik? Əvəzləyici qüvvəni kütləyə böldük. Əvəzləyici qüvvəni aldıq ki, 2-dir. Onu da kütlənin qiymətinə böldük və təcili tapdıq. Yəni, situasiyanın, yəni orada situasiyada birinci sual belə idi. İkinci sual belə idi ki, deməli, belə deyək, elə bir ki, şagird dinamometrdən bir yük asır və o tarazlıqdadır. Sonra şagird elə bil ki, bu dinamometrdən asılan yükü cismi sərbəst buraxdıqdan sonra deyir ki, burada dinamometrin göstərişi necə dəyişər? Belə bir sual idi. Deməli, şagirdlər orada əvvəl sükunət halında, yəni tarazlıq halında cismin çəkisi mg'dir. Sonra artıq o şaqülü aşağı doğru atanda, nə baş verir? Çəki olacaqdır, M vurulsun J minus A. Niyə? Çünki bu sərbəst buraxırsa, bu cisim aşağı doğru gəlməlidir. Yəni sürət vektoru aşağıdır və aşağı doğru da gəlir, yeyinləşir. Ona görə təcil də aşağıdır və çəki M vur J minus A olur. Baxın, onu buralardan bir yerdən qeyd edeyim. Yəni ümumi olaraq belədir. Əvvəl tarazlıq halında çəki mg'dir. Sonra bu sərbəst buraxanda şagird bu cismi. Deməli, bunun çəkisi olur M vurulsun J minus A və orada havanın müqavimət qüvvəsi nəzərə alınmır deyirdi. Və havanın müqavimət qüvvəsi nəzərə alınmırsa, cisimlər A bərabərdir J təcili ilə hərəkət edir. Gətirib burada da A-nın yerinə J yazanda J çıxılsın J 0 olur, yəni çəki olur 0. Deməli, siz orada yazmalısınız ki, deyir ki, dinamometrin göstərişi necə dəyişər və yazacağıq ki, dinamometrin göstərişi 0-a qədər azalır. Yəni uşaqlar, situasiyanın ikinci sualı belə idi. Üçüncü sualı isə birinci qruplarda belə idi uşaqlar. Deməli, deyirdi ki, sərbəst düşən bir cismin getdiyi yolun zamandan asılıq qrafikini çəkin. Eyni ilə bu məsələyə gəlirdi. Çünki sərbəst düşmədə başlanğıc sürət 0 olduğuna görə H,
gt kvadratı bölünsün 2 olur. Yəni burada da gördüyümüz kimi h t ilə düz kvadratik şəkildə asılıdır. Yəni eyni ilə bu qrafiki çəkəcəkdir uşaqlar. Belə şagirdlər, sizə imtahanda uğurlar arzu edirəm. İnşallah nəticəniz ürəyiniz istəyən kimi olar. Belə şagirdlər, gecəniz xeyrə qalsın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, sağlıqla qalın.